Salam, mən Xədicə, kanal videoma xoş gəlmisiniz. Bugün yepyeni bir vlogla qarşınızdayım. Bugün həftənin bazar günüdür və mən bugün bir neçə işim var. Bunları sizlərlə bir yerdə həll eləyəcəyik. Ondan sonra evə gəlib sabah üçün hazırlaşacağıq. Ümid edirəm ki, əylənərsiniz video boyunca. O zaman gəlin özümüzə səhilməyə hazırlayaq. Mən uzun müddətdir ki, artıq hardasa bir 10 gündür falan yulaf yemirdim. Sadəcə yumurta yerdim səhərlər. Süd istifadə eləmirdim, yulaf istifadə eləmirdim, meyvə qursan heç bir şey. Sadəcə yumurta, tərəvəz, üzülal falan. Və bugün yulaf yeyəcəyik. Bunları eləməyimdə bu arada əsas məqsəd tamam keçən videoda sizə sağlıqlı bəslənirəm, diyetdəyim, idmandayım falan. Bunları zaten göstərmişdim, amma tam diyet deyil də sağlıqsal açıdan o şəkildə bəslənməliyik. Məsələn, meyvə normalda diyetli olan insanlar yeyirlər və yaxud da yulaf eyni şəkildə, süd falan. Məndəki insulin direncini qırmağa çalışdığımız üçün mən bunların heç birini yemirdim. İndi də meyvə hələ də yemirəm, sadəcə alma falan salatların içində. Bu şəkildə yəni, amma bugün yulaf yeyəcəyik, həm də meyvə qurusu ilə, kakao ilə. O zaman gəlin başlayaq yulafımızı hazırlamağa. İstifadə elədiyim süddə badam südüdür, sadəcə badam südü istifadə edə bilərəm yəni. Amma mən sevirəm. Zaten mən üzümə görə müalicə aldığım müddətdə də mənə sadə süd olmazdı deyə yulaf südü, badam südü falan istifadə edirdim. Yulaf südü təbii ki də daha qəşəngdir. Amma olmayan yerdə badam südü də okeydir yəni. Bugün dırnaqlarımı təzələməyə gedəcəyik. Bu şəkildədir. Və puantiyeli bir şey seçmişəm. Bilmirəm ki, qəşəng olar. Daha sonra oradan Nərminlə görüşəcəm. Bir neçə şey almaq istəyirəm. Dəftər falan. Çünki 2 fərqli dil öyrənirəm və dəftərə artıq ehtiyacım var. Səliqəli, həm qəşəng, belə biraz həyatımı düzənə salacaq dəftərlər. Ondan sonra da kofe falan içib bizə gələcək. Bunların hamısını bugün sizə göstərəcəm. İmtahanlarım da sonunda bitdi. Hamısını verdim. Artıq bir aylıq istirahətdəyəm may ayını. İyundan yenidən imtahanlarım başlayacaq. May ayında eləmək istədiyim çox şey var. Oxumaq istədiyim kitablar, izləmək istədiyim filmlər və eyni zamanda bunları eləyərkən siz də düşünmüşəm və ağlımda çox qəşəng bir video fikri var. Oxuduğum kitabları, izlədiyim filmləri falan bunları uşaq vaxtda eləmişdim düzdür. Hər nə qədər mən o videolarından utansam da. İzlədiyim filmləri, oxuduğum kitabların hamısını tövsiyə olaraq və yaxud da bəyəndimmi, bəyənmədimmi sizə video şəklində çəkmək istəyirəm. Artıq neçə kitab bitirmişəm. Bəzilərini bəyənmişəm, bəzilərini bəyənməmişəm falan. Eyni zamanda çox kitab oxumağa çalışıram. Mənim rəfimdə o qədər kitab var ki və yəni yarısını falan oxumuşam sadəcə. Bunları oxuyub bitirmək istəyirəm. Artıq kitab oxuma alışqanlığımı qazanmışam. Tam şəkildə olmasa da əvvəl nisbətən çox yaxşıdır. Yəni 4-5 kitab artıq bitirmişəm. Yeməyimiz hazırdır, yeyə bilərik. Hər kəsə salam. Frençdə oturmuşuq gəlib. Yanında Nərmin var. Salam, hər vaxtınız xeyir. Bugün Xədicə ilə kiçik bir deyətə çıxmışıq. Necə istəyirsən Xədicə? Təbii ki də. Kofelərimizi sifariş vermişik və gözləyirik. Kiçik bir alış-veriş etmişəm, sizə indi onu göstərəcəm. Yolda mənə dedi ki, bugün soyuq içək, ürəyim istədi falan filan. Gedib isti alıb. İndi sizə aldıqlarımı göstərəcəm. Bir ingiliscə kitab almışam, yer altından notlar. Mən onsuz da bu kitabı oxumaq istəyirdim, amma belə həm ingiliscə oxumuş olacağam, həm də kitabı oxumuş olacağam. Nərminlə eyni almışıq bu arada, bir yerdə oxuyacağıq. Son aralarda hər şey bir yerdə eləməyə sevdiyim Nərmindir. Çünki nəyi deyiriksə eləyirik, ona görə çox xoşbəxtəm. Özümə bir dənə dəftər almışam, çünki yeni dillər öyrənirəm. Burası spoilerdir, deməyəcəm. Və qəşəng dəftərə ehtiyacım olduğu üçün Barbili bir dəftər almışam. Heç yerdə qəşəng dəftər tapa bilmirəm. Yəni bildiyiniz yerlər varsa yazın. Yəni ən yaxşısı buydu seçimlər arasında. Bunu aldım. Nədir o? Çaklat moka içmem lazım. Ruçkalar almışam çünki heç vaxt evdə olmur. Aslında qızmarsız Xədicənin 7 dəqiqəlik videolarından. Normalda Eziblər. YouTube videosu 30-40 dəqiqə olmalıdır. Bəli. Yemək yeyəndə baxmalı. İndi Nərmin kofesinin adına baxacaq çünki çox təriflədi. Şəkərli kofe sevsəydim çox sevərdim. Və dadlıdır yəni, amma mən şəkərli heç sevmirəm. Mən şəkərsiz sevirəm deyir, amma südlü şəkərsiz. Südsüz acı, məsələn, amerikano falan heç içə bilmirəm. Ən sevdiyim lattedir təbii ki də. Hər kəsə yeni bir gündən salam. Dünən ən son kofe içəndə Nərminlə sizə video çəkmişdik və bugün sizə çəkə bilmədim. Sabah dərsim var. İlk 2 dərsə gedəcəm, 3-cüyə qalmayacağam. Çünki sabah bir yerdə mənim məzun olduğum liseydəki yarmarkaya gedəcəyik. Mənim ən sevdiyim məktəb dönəmlərindən idi ki, hər il bu yarmarka keçirilirdi. Mən Zərif Əliyev adına liseydən məzun olmuşam və 3 il aktiv şəkildə iştirak eləmişəm yarmarkalarımızda. Artıq ikinci dəfədir sabah qonaq olaraq iştirak edəcəm. 8-ci sinifdə getmişdim. Bugün səhər dərsə getdim. Oradan çıxdım, idmana getdim və külək o qədər pis idi ki, sabah da belə olacaq hava. Yəni
May gəlir, hətta artıq maydır bir neçə günə. Amma hələ də bu qədər külək, bu qədər pis hava niyyədir onu anlaya bilmirəm. Çox pisdir. Yəni keçən il yay gec gəlmişdi, amma ən azından küləksiz keçsə daha yaxşı olar. Evə gəldim, bir şeylər yedim və yatmışdım. Daha sonra durdum, çimdim. Üzümə biraz baxım elədim. Bugün kargom gəlmişdi, onu sizə göstərmək istəyirəm. Nix'dən bunları almışdım. Bunlar bugün gəlir. Primerini almışam. Mən bunu uzun müddətdir görürdüm və primerə də ehtiyacım olmuşkən bunu almaq istədim. Sabah səhər bunları birlikdə yoxlayacağıq. Bir də belə konsilerini almışam. Reklamlar. Sən də elə ora. Bir də nə elə? İnşallah sabah saat 7-də dura bilərəm. Artıq 2-nin yarısıdır. Saat yarıma yatsam. Sən əlimi dişləməsən olar görəsən. Saat yarıma yatsam, 3-də yatsam, 7-də dursam. Bugün özüm üçün bir addım daha atmışam. İngiliscə vlog izləmişəm. Türk vətəndaşı də çox qəşəng danışırdı, amma daha mən başa düşə biləcəyim dildə, daha rahat ingilis dilində danışırdı. Baxmayaraq ki, mən Azərbaycanca danışanda məsələn tez-tez danışıram. İngilislər də o şəkildə danışır və bəzən vloqlarda falan onların dilini başa düşməkdə çətinlik çəkirəm. Gözüm məsələn qalır alt yazıda. Amma qız o qədər qəşəng bir vloq çəkmişdi ki, Londondaydı yeni ildə, 4-5 ayın əvvəlin videosuydu. Onu izlədim, məsələn, çox da keyifli idi. Sabahınız xeyir. Xədicə yenə universitetə getməyib bugün. Amma olsun. Bir yerdə hazırlaşacağıq və yarmarkaya gedəcəyik. Nə qəşəng makiyajımızı eləyəcəyik. Kombinim hazırdır. Belə bir köynək giymişəm, altına belə ağ bir şey giyindim və altıma da cins giymişəm. 20 dəqiqəm var evdən çıxmaq üçün. Davam edirik konsilerimizlə. Deyirəm ki, bunun rəngi mənə düşər. İndi sıra tonalimizdədir. Bunu istifadə edəcəm. Bu dəhşət bir qapatıcılığı yoxdur. Yəni məsələn mənim üzümü çox şeyləmir də, vaxt keçdikcə ortaya çıxır. Amma o qədər yüngül bir tonalnidir ki, qətiyyən üzünüzdə nəsə olduğunu hiss eləmirsiniz də. Mən ümumiyyətlə tonalni şeyini çox sevmirəm. Hissiyatını, məsələn, əli üzvə vurursan, bütün hiss eləyirsən ki, makiyaj vardı, amma bu qəti elə deyil. Mən də bunu istifadə edirəm. Bunu çox sevirəm. Amma bu qıraqlarından o qədər daşır ki, bir bu bir də Fenty Glossları çox pis belə axır. Tuş olaraq da bundan istifadə edəcəm. Mən bunun qarasını almışdım sentyabrda. Şey izləyənlər bilər, universitet alış-verişi vloqunu. Bu qaradan daha qəşəngdir. Qarasını o qədər də bəyənməmişdim. Bu arada kamera almışam. Bunda elə bir modu var ki, qoyursan və sən hansı tərəfə getsən, səni çəkirsən tərpəndikcə falan. Mən normalda sizə videolarımı ondan çəkirdim. Sonra kuzenlərim dedi ki, elə olanda çox hərəkət eləyir kamera. Çox qəşəng görünmür də, yəni. Ona görə bu dəfə elə eləməmişəm. Ümid edirəm ki, fərqi hiss eləyib bəyənərsiniz. Necə bəyəndiyinizi də yazın, ona uyğun çəkim. Məncə tamdır makiyajım. Bu arada o videonu nə vaxt çəkəcəyik, bu videonu nə vaxt yayımlayacağım falan bilmirəm. Amma əgər yayınlamamışamsa, bir video çəkəcəm. Universitet haqqında ümumi sual-cavab, söhbət və son bir şey. Suallarınız varsa, buradan yönləndirə bilərsiniz, Instagramdan yaza bilərsiniz. Hamısını cevablamağa çalışacağım. Çünki TikTok olsun, Instagram olsun çox suallar gəlir. Yəni universitet haqqında, ixtisas haqqında. Ona görə fikirləşdim ki, sizə yararlı belə bir video çəkə bilərəm. Bu gloss da bu arada çox qəşəngdir. Merhaba arkadaşlar. Süpürge saçlanması salam. 4 aydan sonra biz yeni görüşdük. Bəli. Bu dəfə amma sarışın. Sola dəhşət külək var və biz bugün Qarasükün yarmarkaya gedirik. Çox gözəl. Biz məktəb ortamından 10 dəfə dalaşıb sonra barışıb çıxan bir ikiliyiz. Biz çox möhtəşəm bir ikiliyiz. Ay, Heç yeməmişəm. Özümü bura saxlamışam. mən də. Çöp orada o qədər də pis deyil. Üstənizə daha çox gəlir niyəsə. Zarafat eləyin. Dəniz tərəfdə çox istəyirəm. Yaxşı. Biz artıq. Dəniz yarmarkaya təhcə nəsə oldu uşaqlar. Neyse ama Gündə qəşəng düşürüz və. Məktəbi gəzdik. Bir daha bu kadar özləmişəm. Amma dərsi yox, hazırlıq günlərində mən onun özləmişəm. sinif günlərini özləmişəm. Mən 9-la 11-i xatırlayıram. 10 məndə yoxdur da. Yəni 10 o qədər tez keçib ki, sıfırdır. Çox alış-veriş eləyirik. Vlogumuza Nuray qatıldı. Nəsə yığır. Şeylər yığır. Salam dostlar. Burada da mən varam. Məncə hə. Mal əti idi, ona görə bu xəlqəti qaydı deyə elə bildim. Mən çox diyetdəyim. Ne kadar inanarak boş konuşuyor görüyor musun? Bu gün o qədər tərləmişəm ki, saçım nə günə düşüb. Üzünün də yansın. Yazda sınışqa çıx. Oha 3 manatdır. 3 manat deyil, 2.30-a deyir 3 manat. 2.33 manat deməkdir. Məsələn 1.70 2 manat Ne deməkdir. qədərdir? Milli olarak, milli qram olarak. Cahil, cahilsin, cahilsin. Mantarlısı qəşəng olur. Götür olar. Üzünü İcazə almam peki. Hər kəsə vlogun yeni gündən salam. Bugün bağdayıq, bağda vlogumuza davam edirik. İndi kofe düzəldəcəyik bir yerdə. Təbii ki də soyuq kofe, yayın olmazsa olmazı. Tamam dostlar.
Nuray var bugün yanımda. Son rayon vlogumuzda Nuray olmadığı için çox üzülmüşdü. Al kanalı haqqında sən danış. Mən artıq kanalına çəkmir. Mən artıq çox üzülürəm. Bilir ki 3 ayım qalıb. Çıxıb gedirəm, amma yenə də məndən belə davranır. Bilməm, biraz üzgün idim əslində. Mən olmadığım üçün şübhəli rəftardan deyirəm amma. Amma bugün burada olduğum üçün çox xoşbəxtəm. Videolarımı bəyənirsən? Bəyənirəm. Əladır, Bəyənərək superdir. izləyirsən? Bəli. Aferin, təşəkkür. Kommentlərdə istəyərək, bilərək, özümün içindən gələrək yazıram. Öyrən. Xəcik xanımın zəhmət olmasa YouTube kanalına YouTube, abunə. Instagram, TikTok hamısını izləyin. Bu videonu əslində çox belə gözlənilmədən çəkdim. Bu videonun əvvəlki hissəsini əslində çəkmişdim, amma paylaşmaq kimi bir fikrim yox idi. Sonra editlədim, gördüm ki, çox qəşəngdir. Nəysə, hər həftə video atmağa çalışdığım üçün fikirləşdim ki, o videoda əgər qəşəngdirsə paylaşım. Biz də çox bəyəndik, izlədik və ona görə də davamını indi çəkirəm. Əslində aprelin sonu çəkdiyim bir video idi və mayın sonuna yaxın artıq kanala yüklənəcək. Nəysə, o zaman keçək kofemizi düzəltməyə. Su süzür. Və kalpli buzlarımız var. Bir dənə sual. Espresso ilə americano fərqi nədir? Mən də bilmirəm. Yenə mən işığın əks tərəfində oturmuşam. Cahilsin, cahilsin. Qəşəngdir. Onun göbələyi 2-0 alın göbələyi idi. Çox qəşəng idi göbələyi. Abertos. Mən yemədim. Məndə baxdı var. Sınıq qol Zahid. Başda. Gəldi. Kimə verdin? Nə qəşəngdir. Qonaqlarımızı qarşılamağa gedirik. Xalam gəlib. Sağ olun. Qonaq qəbul edirsiniz. Xoş gördünüz. Ay, deyit burdadır. Ay, amin gəlir, amin gəlir. Yaxşı, çox